Hər vaxtınız xeyir olsun. Bugün məntiqdən, baxın, riyazi məntiq testini işləyəcəyik. 90-cı sualla. Gəlin, başlayaq. Zar qutudan verilən ardıcıllıqla karandaşlar çıxarır. Qırmızı, yaşıl, qara, qırmızı, yaşıl, qara, qırmızı. 15-ci karandaş hansı renkdə olacaq? Gəlin baxaq. 15-ci, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Biz burada 7'deyik. Biz burada gördüğünüz gibi kırmızı, yaşıl, qara. Baxın, bu üçlü gedir, düz değil mi? Yine bax, bu birinci reysdir. Hələ ki birinci sayaq. İkinci, üçüncü. Deməli, qırmızı da gəldi, düz değil mi? Qırmızı sonra nə gələcək? Yaşıl, sonra qara. Bu da bir. Bunlar da bir. Neyse, bir dənə bunları pozun. Sizə biraz maneçilik törətməzsə. Deməli, 7 oldu. Yaşıl olacaq 8. Qara olacaq 9. Yine kırmızı olacaq 10. Yaşıl 11. Qara 12. Kırmızı 13. Yaşıl 14. Qara 15. Gördüğünüz gibi deməli ne oldu? Kırmızı, yaşıl, qara. 15-ci karandaş qara olacaq əziz dostlar. Qara. Gəlin variantlara baxaq. Qırmızını, yaşılı sildik. Qara ilə başlayanlara baxaq. Əgər bu ardıcıllıqla hər üçüncü qara renk əvəzinə göy renklə dəyişdirilsə, 15-ci qara oldu da, düzdürmü? 18-ci kırmızı, yaşıl, qara, kırmızı 16, yaşıl 17, qara 18. Demək ki, yenə nə olacaq? Yaşıl olacaq. Göy renkli, daha doğrusu, estağfurullah. Demək ki, burada olacaq göy. Çox asan və sadə. A variantı doğru cavab. İndi isə keçək 91-ci sualımıza. Bir ailənin üzvlərinin ad günləri belədir. Anar, yanvar, Leyla, mart, Nərgiz, iyun, Orxan, sentyabr. Növbəti ailə üzvünün ad günü hansı ayda olacaq? Bu çox sadə. Yanvar. Bizdə bilirsiniz ki, aylarımızda deməli yanvar, fevralı silibdir. Mart gəlir. Deməli yanvarı dedik, mart dedik. Deməli martdan sonra nə gəlir? Mart. Sonra aprel gəlir. Apreli silir. Mart, aprel. Bir dəqiqə. Fevral sildi. Martdan sonra aprel, may. Buraya yazaq. Aha. Deməli yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Əziz dostlar, anar yanvardadır. Biz deməli yanvarı götürdük. Yanvardan sonra da fevral gəlir. Leyla isə martı götürübdür. Yəni yanvarı, martı, sonra isə iyunu götürübdür. Bir dənə bunlar arasındakı məsafəyə baxar. Baxın, burada neçəsini silibdir? Biri. Bax, bunlar, bax, bu yanvarla mart arasında bir dənə ay silibdir. Martla iyun arasında isə 2 ayları silibdir. İyununu götürdü. İyundan sonra sentyabr ayını götürüb bir də. Baxaq. İyul, avqust getdi. Burada da 2. Demək ki, burada 1, 2, 2. Yəni 2, 2 gedirsə, sentyabrdan sonra oktyabrla noyabr siləcək, dekabr ayını götürəcək. Doğruca davam edək.
Davam edək. 92 sualımıza diqqətlə oxuyaq. Bakteriyanın yaranma sayında belə bir artım olur. İlk gündə 1 bakteriya, ikinci gündə 3 bakteriya, üçüncü gündə 6 bakteriya, dördüncü gündə 10 bakteriya olur. 10-cu gün cəmi neçə bakteriya yaranmış olur? Gəlin yazaq. İlk birinci gündə neçə artım oldu? Neçə? İlk gündə 1. İkinci gündə 3. Üçüncü gündə 6. Dördüncü gündə 10. Var, 6 var, 7 var, 8, 9 və 10. Birin üstünə deməli 2 gəlib, 3 elib. 3-ün üstünə 3 gəlib, 6 elib. 6-ın üstünə 4 gəlib, 10 elib. 10-un üstünə 4, 5 gələcək, 15 olacaq. Aydındır. 15-in üstünə deməli 6 gələcək. 15-in üstünə 6 gələcək, 21. 21-in üstünə 7 gələcək, 28. 28-in üstünə 8 gələcək, edəcək 36. Üzərinə 9 gələcək, 45. 10 gələcək, 55. Gəlin indi bunları toplayaq. 1 üstə gələk 3, üstə gələk 6, üstə 10 gələk 5, üstə gələk 21, 28, 36, 45, 55. Gəlin bunların cəmini toplayaq. 4, 10, 20, 35, 21, 28 olacaq. 49, 36 gələndə 5, 7, 85. Üzərinə də 45 gələndə 130. 130-un üstünə 35 gələndə 165 eləyir. Üstünə 55 gələndə isə 220. Gəlin baxaq. Doğru cavab. Əziz dostlar, dərsimiz bu qədər idi. Özünüzə yaxşı baxın, Allah amanında qalın. Hansı ki sualda bir başa düşmədiyiniz bir şey varsa, yorumlara yazın. Mən baxıb cavablandıracağım. Hələlik.